Bugünkü qonağımız Kia C250-dir. Avtomobil 1.8 turbo mühərrikdir. Qardaş, Kia C250-də təzə modellərdən. Qardaş, neçənci ildir? Maşın 2023 model Kia C250-dir. Avtomobilin deməli üst qırışqada problem var idi. Gördüyünüz kimi üst qırışqanı sökmüşük. İndi əvvəlki avtomobil sahibi bəlkə də yaxşı yağını tökməyib, eləməyib. Biraz daxili sistem yaxşı deyil. Seplər, baxın, sepi uzanıb. Başmaqlar boşdur. İndi avtomobilin klapanların motor sökülmədən, qalovka sökülmədən bütün klapanları təmizləyəcək inşallah. Daha sonra isə yüksək təcili farsokaların 4-ü də sökülərək stend olunacaq, yuyulacaq, adaptasiya olunacaq, üstünə yerləşdiriləcək. Zaslonkanı söktük, yuduq, indi hara qoyduq bilmirəm. Zaslonkanı söktük, yuduq, bir dənə qalıb yerinə yığanda adaptasiya eləməyimiz, alışma şamlar svetsasını da orijinal ilə əvəz eləyəcəyik və inşallah bu gözəl maşını yola salacağıq. İnşallah ki, müştərilər razı gedəcək. Avtoklinik Azərbaycan, bala geçsin.